Efirimiz devam edir. Elə eyni zamanda da İsrail-İran gərginliyi də devam edir. İsrail İranın Təbrizdəki raket bazasına zərbələr indirib və mən Xarici İşlər Nazirliyinin bir məlumatını diqqətinizə çatdırmaq istəyirəm. İsrailin İrana hava hücumu nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı hələlik bir məlumat yoxdur. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. Elə biz studiyada da mövzunu davam etdiririk. Qonağım Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovdur. Əhməd müəllim, xoş gördük və səhərdən artıq bilirsiniz ki, bütün dünyanın diqqət mərkəzi İsrail-İran müharibəsinə yönəlib və məlumatlar da bununla bağlı yenilənir və gərginliyi artıq pik həddə çatıb. Bu barədə istəyərdik elə sizin fikirlərinizi alaq. Bu gərginliyin, bu müharibənin səbəbləri nədir? Mən də salamlayıram Real TV izləyicilərini. Əslində, həqiqətən sizin dediyiniz kimi real müharibə başlayıb deyə bilərik və bugün səhər saatlarından İsrail 200-dən artıq hərbi təyyarə və 330-dan artıq ağır, ağıllı bombalarla İranın əsas nüvə obyektlərini, Tehran, Təbriz və digər şəhərlərdəki əsas nüvə obyektlərini hədəfə aldı və bundan əlavə də İran ordusunun əsas aparıcı şəxsləri, Sepah komandanı, baş qərargah rəisi və digər nüvə alimlərini elə mənzillərində, yerindəcə zərərsizləşdirdi. Bu çox böyük bir müharibə elanıdır və artıq geri addım atılması mümkün olmayan hadisələrə gətirib çıxaracaq və artıq İran prezidenti də İsrailə sərt cavab veriləcəyini, İranın ali dini lideri Xamneyi də İsrailin cəzalandırılacağını bildirir. Təbii ki, buna cavab olaraq İran artıq 100-dən artıq İHA-ları İsrail yönündə havaya qaldırıb. Hərçənd İsrail və Əlcəzair hərbi hava qüvvələri, havadan müdafiə qüvvələri həmin dronları vurublar, salıblar, neytrallaşdırıblar və İsrail hava məkanına girməsinə izin verilməyib. Bu ilk növbədə İran daxilində böyük bir psixoloji uçuruma yol açıb. Çünki hər bir ölkənin baş qərargah rəisi və Sepah komandanı çox strateji pozisiyadır və hardasa ali dini lider və prezident qədər qorunan bir fiqurlardır və həmin şəxslərin qısa bir müddət ərzində elə paytaxt Tehranda və Tehran ətrafında gizli İsrail dron bazalarından ateşlə neytrallaşması bu İran üçün böyük bir ayıbdır. Təbii ki, İran hərbi rəhbərliyi, siyasi rəhbərliyi bunun cavabını İsrailə yeni bir hücumlarla vermək istəyirlər və hərçənd ki, inanmıram İsrailin mühafizəsi, dəmir qüvvəsi İrandan qanadlanan raketləri və ya dronları ölkəsinə buraxsın. Amma İranın imkanları tək İran ərazisindən deyil, İraqdan, Suriyadan, Livandan, Yəməndən açılan atəşlər, göndərilən raketlər vasitəsilədir ki, bunu İsraildə artıq çox yaxşı başa düşürlər. Bugün İsraildə tam bir müharibə şəraiti elan olunub. Vətəndaşlar bunkerlərə, yeraltı zirzəmilərə, yeraltı sığınacaqlara yerləşdirirlər. Çünki İrandan həqiqətən də sərt bir cavab veriləcəyi gözlənilir. Ümumiyyətlə, bu müharibə ssenarisi gözlənilən idi. Çünki bu ilin aprel-may aylarında artıq İsrailə məxsus 200-dən artıq hərbi kəşfiyyat təyyarəsi İran üzərində səssiz uçuşlar həyata keçirirdi. İran İslam Respublikası ərazisindəki bütün o nüvə obyektlərini bir-bir qeydə alırdılar. Və ABŞ və İran arasındakı bu danışıqlar ki, davam edir və ayın 15-də də 6-cı raund olacaq. Heç bir nəticə vermədikcə İranın nüvə araşdırmalarını dayandırması üçün belə bir müdaxilə gözlənilirdi. Mən bir məlumatı diqqətə çatdırmaq istəyirəm. Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov, İran İslam Respublikasının Silahlı Qüvvələrinin baş qərargah rəisi General-Leytenant Məhəmməd Hüseyin Bəğərinin həlak olması ilə bağlı başsağlığı verib və bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir, İran İslam Respublikasının Silahlı Qüvvələrinin baş qərargah rəisi General-Leytenant Məhəmməd Hüseyin Bəğərinin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən məhz Məhəmməd Bəğərlə bağlı Müdafiə Nazirimiz belə bir başsağlığı ünvanlayıb və biraz öncə də siz qeydlədiniz, Əhməd müəllim, əslində bu hücumlar gözlənilən idi. Çünki bununla bağlı da bir müddət əvvəl belə bir məlumatlar yayılırdı. Amma öz təsdiqini
tapdı. Bir müddət əvvəl də belə bir gərginlik yaşandı, amma bu formada deyildi. Və sizcə bu nə vaxta qədər davam edə bilər? Əslində İsrail tərəfi uzun illərdir ki, İrana hücum planını hazırlayırdı. Bu artıq 8-10 ilə yaxındır. Çünki hələ 2006-cı ildən İran nüvə tədqiqatını, uranın zənginləşdirilməsini artırdıqca İsrail bu barədə həyəcan təbliğ çalırdı. Çünki İranın nüvə silahına sahib olmasını öz milli təhlükəsizliyinə təhdid kimi qəbul edir. Hərçənd ABŞ-la və Böyük Britaniya ilə koordinasiyalı şəkildə bütün bu hazırlıqlar həyata keçirilsə də, ABŞ iqtidarı, Donald Trump administrasiyası bu hücumda heç bir əlinin olmadığını, sadəcə kəşfiyyat və lojistika dəstəyi verildiyini göstərir. Amma son ABŞ-İran danışıqları heç bir nəticə vermədikcə və İranın öz nüvə araşdırmalarını, uranın zənginləşdirilməsini artırmağa davam etdikcə bu hücum artıq sürətləndi və həm də 2 gündən sonra ayın 15-də Omanda ABŞ-İran danışıqları gözlənilir. Bu danışıqlar öncəsi İranı daha mülayim və daha rasional düşünməyə məcbur etmək üçün belə bir hücum həyata keçirilib. Gözlənilir ki, Muskatda, yəni Omanda 2 gün sonra ayın 15-də keçiriləcək 6-cı, sadəcə 6-cı, həm də sonuncu bir danışıqlar raundu olacaq. Çünki indiyə qədər keçirilmiş 5 danışıqlarda heç bir real nəticə əldə olunmamışdır. Şərtlər çox maksimalistdir. ABŞ tərəfi, qərb ölkələri tələb edir ki, İran qəti şəkildə bu uranın zənginləşdirilməsini, prosesini dayandırsın və öz ərazisində saxladığı zənginləşdirilmiş uranı İranın kənarına çıxarsın və beynəlxalq nüvə missiyasını öz ərazisinə buraxsın, nüvə obyektlərinə sərbəst müşahidə imkanları təmin edilsin. Təbii ki, İran buna razılaşmır. Hələ 1979-cu ildən İran İslam inqilabı başlayandan bəri İranın hazırki iqtidarının əsas ideologiyası yaxın şərqdə İsrail dövlətinin mövcud olmayacağı və İsrailin xəritədən silinəcəyi ilə bağlı əsas fikirlərdir ki, bunu da nüvə silahına sahib olmaqla reallaşdırmağı əsas hədəf kimi görür. Bu baxımdan İsrail bütün müttəfiqləri ilə birlikdə İrana qarşı uzun illərdir həyata keçirdiyi sanksiyalar, embargolar bir nəticə vermədikcə artıq real müharibə ssenarisini seçdi. Təbii ki, bunun qarşılığı olacaq. İran yaxın saatlarda İsrailə qarşı yüzlərlə dronlarla və iddialı açıqlamalar verir. Bəli. Yəni həm İran prezidenti, həm ali dini lider bildirir ki, İsrail sərt bir şəkildə cəzalandırılacaq və sizin də dediyiniz kimi öncəki illərdə Qasım Süleymaninin öldürülməsi, İran prezidentinin öldürülməsi və ya İranın ayrı-ayrı nüvə alimlərinin, generallarının sui-qəsdə məruz qalması, elə paytaxt Tehranda Həmas liderinin öldürülməsi bu bir və ya iki şəxsin neytrallaşması demək idisə, bu dəfə artıq İranın sanki bir bel sütunu qırılıb. Yəni həm Sebah lideri, İranın ən elit hərbi qüvvələrinin komandanı, həm baş qərargah rəisi, həm də əsas nüvə alimlərinin eyni gündə, eyni saatda öldürülməsi bu artıq İrana bir müharibə elanıdır ki, İran buna cavab verməlidir. Əks halda artıq etirazlar ki, başlayıb İranın müxtəlif şəhərlərində bu Xamneyi hakimiyyətinə ciddi etimadsızlıq deməkdir. Ona görə yaxın saatlarda İsrailə qarşı hətta uzaq mənzilli raketlərdən istifadə olunmaqla müxtəlif cəbhələrdən, həm İran ərazisindən, həm İraq, Suriya, Livan və Yəməndən İsrailə hücumlar gözlənilir. Deməli, Əhməd müəllim, bildiyiniz kimi həcc ziyarəti davam eləyir və elə bu İsrail-İran müharibəsi başlayandan sonra da artıq narahatlıqlar yaranıb. Baş verən son hadisələrlə əlaqədar, yəni İsrailin İrana etdiyi hava zərbələri nəzərdə tutulur. Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib və Azaldan da məlumat veriblər ki, zəvvarların qayıdışla bağlı heç bir problem olmayacaq. Mövcud durum davam etsə təyyarələrin marşrutları dəyişdiriləcək və təhlükəsiz hava dəhlizi ilə uçuşlar həyata keçiriləcək. Cahangiri həmçinin onu da qeyd edib ki, zəvvarlar müqavilədən kənara çıxıb müstəqil formada qayıdırlarsa, problem yarandığı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi məsuliyyət daşımır. Və təbii ki, bu Qafqaz Müsəlmanları İdarəsinin məlumatı idi. Əhməd müəllim, biraz öncə də siz qeyd elədiniz və bir neçə müddət bundan əvvəl Həmas liderinin İranda öldürülməsi məsələsi oldu və bu hadisələrdən sonra sizcə bu cür
gərginliyin davam etməsi gözlənirdimi? Yəni Təbii İran ki, tərəfi bunu gözləyirdimi? bu sui-qəsdlər gətirirlər ki, İran ərazisində və İran ərazisindən kənarda, İraqda, Suriyada İrana məxsus ayrı-ayrı şəxslərin, nüvə alimlərinin, hərbi rəhbərlərin qətlə yetirilməsi bu İrana bir xəbərdarlıqdır, mesajdır ki, İran qəti şəkildə uranın zənginləşdirilməsindən, ümumiyyətlə nüvə silahına sahib olma yönündəki bütün fəaliyyətlərindən imtina etməlidir və bu təbii ki, İran tərəfindən qəbul olunmur. Hər dəfə İran sərt bir şəkildə buna reaksiya verir İsrailə və İsrailin ABŞ-ın ayrı-ayrı ölkələrdəki nümayəndələrinə, hərbi bazalarına qarşı hücumlar təşkil edilir. Düşünürəm ki, bu dəfəki hücum indiyə qədər baş vermiş, yaşanmış o hücumların, sui-qəsdlərin ən yüksəki idi. Yəni bu görünməmiş, misli görünməmiş bir hücum idi. Bu İran cəmiyyətində də bir şok effekti yaradıb. Təbii ki, bunun həm yaxın şərqdəki gələcək proseslərə, həm də elə bizim bölgəmizə, Cənubi Qafqaza ciddi təsirləri olacaq. Çünki İran artıq ciddi şəkildə nüvə araşdırmalarını sürətləndirməyə və nüvə silahına sahib olma yönündə prosesləri sürətləndirməklə yanaşı, eyni zamanda İsrailə, ABŞ-a və onların müttəfiqlərinə ciddi zərbələr endirmək barədə fikirləşir və gələcək perspektivdə yanaşsaq, əgər bu müharibə ciddi bir şəkildə açıq müharibəyə çevrilərsə İsrail və İran arasında, təbii ki, burada Böyük Britaniya, ABŞ da qoşulacaq. Artıq Donald Trump indidən bəyan edir ki, ABŞ İsrailə qarşı hücumları dəf etməkdə və İsraili müdafiə etməkdə bundan sonra da davam edəcək. İran da həm öz silahlı qüvvələri, öz ərazisindən, həm də yaxın şərqdə saxladığı o proksi qüvvələr vasitəsilə İsrailə və ABŞ-ın yerlərdəki müttəfiqlərinə, ABŞ-ın hərbi bazalarına hücumlar təşkil edəcək. Bu Cənubi Qafqaz üçün, ilk növbədə Azərbaycan üçün təbii ki, böyük bir risk deməkdir. Azərbaycan heç bir halda qonşuluğunda belə bir müharibənin yaşanmasına razı deyil. Çünki Azərbaycanın həm İran İslam Respublikası ilə çox yaxşı münasibətləri var. 40 milyon Azərbaycan türkü orada yaşayır. Bugün Ərdəbilə, Təbrizə atılan hər bir bomba bizim soydaşlarımıza, bizim insanlarımıza xələl gətirə bilər və müharibənin coğrafiyasının və miqyasının genişlənməsi bölgədə humanitar fəlakətə yol aça bilər və milyonlarla qaçqın Azərbaycan sərhədlərində, sərhəd qapılarında toplaşa bilər ki, Azərbaycan bir humanist ölkə olaraq onları qəbul etmək məcburiyyətində qalacaq və digər tərəfdən İran artıq daxilən çökməyə başladıqca əlində olan ən müasir silahları İsrailə, ABŞ-a gücü çatmadıqca onun müttəfiqlərinə və onun bölgədəki maraqlarına qarşı istifadə edə bilər. Çünki Azərbaycan bugün TAP, TANAP, Bakı, Tbilisi, Ceyhan və digər beynəlxalq enerji layihələrinin əsas aparıcı ölkəsidir. Bütün o enerji layihələri Azərbaycandan qaynaqlanır və yaxın şərqə qədər uzanan bizim enerji təchizatımız var. İran əgər çökməkdə davam eləsə, isterika şəklində və xüsusən də nəzərə alsaq ki, Xəzər dənizi bölgəsində kifayət qədər güclü hərbi dəniz donanmasına sahib bir ölkədir. Qonşularında, sərhədlərində eskalasiyaya yönəlik təxribatçı addımlar da atıla bilər ki, bu Azərbaycanın həm milli təhlükəsizliyinə, həm diplomatiyasına, siyasətinə, eyni zamanda iqtisadiyyatına ciddi təhdid yaradır. Artıq üzr istəyirəm, bir məlumatı da mən tamaşaçıların diqqətinə çatdırım. İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalı verilib. Bu barədə İsrailin 12-ci kanalı məlumat verib. Həmçinin qeyd olunub ki, İran 2 pilotsuz uçuş aparatı Dəmir Günbəz hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Nəşr həmçinin vurğulayıb ki, hadisə nəticəsində də xəsarət alan olmayıb. Təbii ki, bununla bağlı İsrail kütləvi informasiya vasitələri məlumat yayıb. Ümumiyyətlə, elə İsrailin İrana hücumu başlayan andan artıq dünya mediası bunu diqqətlə izləyir və təbii ki, məlumatlar yenilənir. Artıq bir sıra mediada, xüsusilə Amerika Birləşmiş Ştatlarının, yəni kütləvi informasiya vasitələri yazırlar ki, bu yəni İsrailin İrana hücumları 14 gün davam edə bilər. Hər halda bu onların versiyasıdır. Ümumiyyətlə siz necə düşünürsünüz? Bu müharibə, yəni geniş miqyaslı ola bilərmi bu hərbi əməliyyatlar? Təbii ki, risk ehtimalı yüksəkdir. Çünki artıq İsrailin baş naziri Netanyahu bildirir ki, İsrail məqsədinə çatmayana qədər bu hücumlar davam edəcək. İran məqsəd
məqsəd də nədir? İran nüvə araşdırmasından, uranın zənginləşdirilməsindən qəti şəkildə imtina etsin ki, bu hələ ki baş verməyib. Mən düşünmürəm ki, İsrail ordusu, İsrail hərbi hava qüvvələri tək başına və ya ABŞ-la birlikdə İranın bütün ərazilərini bombalasın, xüsusən də mülki əhalinin yerləşdiyi bölgələri. Burada əsasən nüvə obyektlərini, strateji obyektləri, havadan müdafiə sistemlərini və hərbi obyektləri və hərbi komandanlığı sıradan çıxarmaqdır. Və İran İslam Respublikası kifayət qədər böyük əraziyə və böyük əhali sayına malik bir ölkədir. Onu başdan ayağa bütün ərazisini bombalamaq mümkün deyil. Buna lüzum da yoxdur. Əsas strateji obyektləri, nüvə obyektlərini sıradan çıxarmaqla ölkə daxilində bir xaos, çaşqınlıq yaratmaq, bir məyusluq yaratmaq və İran ali dini liderini və İran hakimiyyətini ABŞ-la danışıqlarda irəli sürülən şərtlərə əməl etməkdə, yəni nüvə araşdırmalarından, uranın zənginləşdirilməsindən bir dəfəlik imtina etməyə və danışıqlar masasına qayıtmağa məcbur edilir və düşünürəm ki, yaxın 8 saat ərzində bu hücumlar daha intensiv şəkildə baş verəcək. Çünki az öncə dediyim kimi iyunun 15-də Omanda keçiriləcək ABŞ-İran danışıqlarında daha fərqli, daha yumşaq, daha mülayim və kompromisə meyilli bir İran görmək istəyi var. Bu baxımdan İrana qarşı bu hücumlar yaxın saatlarda da davam edəcək. İranın da cavabları artıq indidən özünü göstərir. Paytaxt Tel-Əviv və digər şəhərlərə Yəmən ərazisindən, İraqdan, Suriyadan, Livandan artıq hücumlar var. İran ərazisindən də dronlar havaya qalxıb. Onlar hərçənd ki, artıq İsrailə çatmadan havada zərərsizləşdirilib. Yenə də bir məlumat var. Deməli, İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsini gətirib çıxarıb. APA-nın məlumatına əsasən Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. Görülən müvafiq tədbirlər nəticəsində yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının İranda səfərdə olan Rusiyanın Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodor Bondarchuk daxil olmaqla Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur. Təbii ki, bu son məlumatlardan biri idi. Əhməd müəllim, bu gərginlik, bu müharibənin regiona təsiri necə olacaq? Yəni region üçün təhlükəsi varmı? Təbii ki, region üçün təhlükəsi var. Burada Cənubi Qafqaz regionunu nəzərdə tuturuq və bizim qonşuluğumuzda belə bir müharibənin baş verməsi ilk növbədə humanitar fəlakətə yol aça bilər. Az öncə dediyim kimi artıq İran bütün hava məkanını bağlayıb, paytaxt Tehrana, Təbrizə, hətta Dubaya enməli olan təyyarələr məcburi olaraq Azərbaycan paytaxtına, Bakıya eniş edirlər. Bu artıq müharibənin miqyasının genişlənməsinə verilən bir siqnaldır, mesajdır. Humanitar bir fəsadlar ola bilər. Bölgədə humanitar fəlakətə yol aça biləcək addımlar və hadisələr yaşana bilər ki, bu yüz minlərlə qaçqının, məcburi köçkünün Azərbaycan sərhədlərinə yığışmasıdır. Və nəzərə alsaq ki, İranın digər qonşuları Əfqanistan, Pakistan o məcburi köçkünlər üçün o qədər də əlverişli coğrafiya sayılmır və xüsusən də 40 milyon Azərbaycan türkü öz tarixi vətənlərinə doğru, Azərbaycana doğru addımlaya bilərlər ki, Azərbaycan həmin qaçqınları qəbul etməyə bilməz. Onlar bizim soydaşlarımızdır. Təbii ki, İranın bölgədə zəifləməsi digər ölkələrin bölgədə aktivliyi ilə müşahidə olunacaq və çökməkdə olan, zəifləməkdə olan və öz suverenliyini itirməkdə olan İran rəhbərliyi son həftələrdə daha ağır və daha aqressiv ritorika ilə davrana bilər qonşularına münasibətdə, elə Azərbaycana münasibətdə də. Çünki zaman-zaman biz Tehrandan ittihamlar eşidirik ki, Azərbaycan İsraillə çox yaxın münasibətləri var. Bugün İsrailin neft ehtiyacının 40%-ni Azərbaycan təmin edib və bəzi əyalət mollalarının dilindən Azərbaycan əleyhinə təhdid və şantaj xarakterli mesajlar almaqdadır və çaşqın bir durumda olan İran hakimiyyəti elə Azərbaycan sərhəddində vəziyyəti gərginləşdirmək və hətta Ermənistana belə dəstək verməklə bölgədə vəziyyəti qarışdırmaqla bağlı addımlar ata bilər. Az öncə dediyim kimi Xəzər dənizi hövzəsində də xüsusən də enerji yataqlarına ciddi təhdidlər var. İrandan havaya qalxan raketlərin İsrailə
çatması Tel Avivdə hədəfləri vurma ehtimalı sıfıra bərabərdirsə, amma qonşuluqda olan ölkələr üçün, xüsusən də Azərbaycan üçün həmin raketlər istifadə oluna bilər. Amma istənilən halda Azərbaycanın bölgədə balanslı siyasəti bizi bir çox tarixi faciələrdən qurtarıb və İranla zaman-zaman gərgin anlar yaşasaq da bugün Tehran və Bakı arasında çox səmimi münasibətlər var və Azərbaycan hətta bu hadisənin, bu müharibənin belə deyə başlamasının ilk dəqiqələrində, ilk saatlarında Azərbaycanın Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlarının verdiyi açıqlamalar da onu göstərir ki, Azərbaycan bu münaqişədə sülhün, barışın, dialoqun tərəfdarıdır. Heç bir halda bu hərbi əməliyyatların genişlənməsi tərəfdarı deyil və heç bir münaqişə tərəfini tutmur. Biz sadəcə bir an içində bu müharibənin, hərbi əməliyyatlarının dayandırılmasını istəyirik. Amma İran, yenə deyirəm, rasional düşünən bir iqtidara sahib deyil və son hadisələr İran daxilində böyük bir çaşqınlıq yaradır. Bir ölkənin baş qərargah rəisini, Sepah liderini və digər nüvə alimlərini bir gecədə sıradan çıxarırlarsa, bu İranın özünün təhlükəsizlik probleminin olduğunu, Tehran daxilində, İran daxilində ciddi boşluqların olduğunu deməyə əsas verir. Həmas liderinin öldürülməsi məsələsində bu məsələ liderinin, gündəmə gəlmişdi. Bəli, Həmas liderinin öldürülməsi məsələsi bəlkə də mübahisəli görünə bilərdi. Bəzi şərhçilər bildirirlər ki, İran rəhbərliyi bunu da istəyirdi, şərait yaratmışdı. Amma Sepah liderinin, təsəvvür edin, İran ordusunun ən elit qüvvələrinin baş komandanı, 10 milyona yaxın əskərinin o baş komandanı bir gecədə qətlə yetirilir və zərgər dəqiqliyi ilə koordinatları təsbit edilərək öldürülür. Daha sonra baş qərargah rəisi, bir ölkənin onurğa sütunu sayılan bir şəxs bir gecədə zərərsizləşdirilir və o uranın zənginləşdirilməsinə məsul olan alimlər dəqiqliklə öldürülürsə, bu artıq İranın özünün təhlükəsizlik problemlərinin olduğunu göstərir. İran artıq özünün müdafiə qabiliyyətinə malik deyil. İran bəlkə də qonşularındakı digər ölkələrə güc və təhdid nümayiş etdirə bilirsə, əsas rəqibləri olan İsrailə, ABŞ-a qarşı heç bir real addımlar ata bilmir. Cavab atəşləri isə nədən ibarət olacaq? Yüzlərlə dronu İsrail yönündə havaya qaldırmaq, elə onlar Əl-Cəzair hava məkanında belə vurulub sıradan çıxarılırlarsa, İran artıq faktiki olaraq İsrailin qarşısında tab gətirə bilmir və yeganə çıxış yolu İran xalqının rifahı üçün ki, bu nüvə araşdırmalarından, bu nüvə silahına sahib olma yönündəki fəaliyyətlərini dondurmaq və ABŞ-la, Qərblə danışıqlara getmək. Bunun əksi yaşanarsa, təbii ki, İranın nüvə obyektlərinin və ümumiyyətlə müdafiə qabiliyyətinin tamamən sıradan çıxarılması üçün İsrail, ABŞ, Böyük Britaniya və onların müttəfiqləri sona qədər bu hücumları davam etdirəcəklər. Və bildiyiniz kimi, Əhməd müəllim, İsrailin İrana hücumundan elə dərhal sonra BMT hər iki dövlətə çağırış elədi və hətta gözlənilir ki, BMT bununla bağlı toplana bilər və artıq toplanıb, təcili iclas keçirilir. Və nə ilə sizcə nəticələnə bilər və nə əldə oluna bilər? Ümumiyyətlə, Birləşmiş Millətlər Təşkilatı son 10 illiklər ərzində heç bir konkret əməli addımı reallaşdıran bir qurum deyil. Biz bunu elə Azərbaycan timsalında da son 30 ildə görmüşük. BMT-nin Təhlükəsizlik Şurasının İsraillə bağlı onlarla qətnaməsi var. Yaxın Şərqdə, Fələstinlə bağlı və hamısı da sadəcə kağız üzərində qalıb və İsrail-İran müharibəsində də BMT-nin verdiyi açıqlamalar sadəcə çağırışdan başqa bir şey deyil və İsrail rəhbərliyi də dəfələrlə BMT-ni bir qurum olaraq ciddiyə almadığını bildirir. Yəni İsrail bəlkə də dünyada daha kobud formada, daha kobud formada İsrailin BMT-dəki nümayəndəsi hətta təhqir eləmişdi BMT rəhbərliyini, üzv ölkələri. İsrail bəlkə də yeganə ölkədir. Güman ki, çağırışlar da heç bəli, o bu baxımdan heç bir nəticəsi yoxdur. Mən zənn etmirəm ki, BMT və digər beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı, bu müharibə ilə bağlı çağırışları bir effekt versin. Çünki İsrail kiçik ölkə olsa da ciddi şəkildə müasir hərbi texnologiyaya, müasir silahlara sahib bir ölkədir və ən əsası da ABŞ tərəfindən, Böyük Britaniya tərəfindən ciddi şəkildə dəstəklənir və dünyadakı Yahudi lobbisi həm maliyyə, həm siyasi, həm diplomatik sahədə ciddi potensiala və gücə sahibdir və digər tərəfdən İsrail kəşfiyyatında burada önəminə diqqət çəkmək istəyirəm. Çünki baş qərargah rəisinin və Sepah komandanının dəqiqliklə hədəf olaraq qətlə yetirilməsi, öldürülməsi bu İran xaricindən deyil, İran daxilindən, Tehran ətrafındakı
gizli İsrail dron bazalarından açılmış ateş nəticəsində həyata keçirilib ki, bu da İsrail kəşfiyyatının gücünü bir daha dünyaya göstərmiş oldu. Biz bir neçə ay bundan əvvəl Hizbullah üzvlərinin işlətdiyi şəxsi pagerlərinin patlaması nəticəsində yüzlərlə Hizbullah fəalının necə sıradan çıxardığını gördük ki, dünya şokdaydı ki, İsrail hərbi texnologiyası hansı irəliləyişlərə, hansı nailiyyətlərə yüksələ bilib və bugün Tehran ətrafında əgər İsrailə aid gizli dron bazalarından Tehranın mərkəzində baş qərargah rəisinin, Sepah komandanının qətlə yetirilməsi bir daha onu göstərir ki, İsrail həm kəşfiyyat, xüsusən də hərbi kəşfiyyat və texnologiya sayəsində ciddi irəliləyişlər əldə edir və eyni zamanda İranın daxilində ciddi boşluqlar var. Milli təhlükəsizliyi ilə bağlı, milli müdafiəsi ilə bağlı və bugün bəlkə də yüz minlərlə İsrail casusu bugün hələ də İranın içindədirsə, İran artıq özünü qoruma potensialına və gücünə sahib bir ölkə deyil. Sadəcə qonşularına münasibətdə zaman-zaman boğazdan yuxarı bəyanatlar verməklə, təhdid xarakterli bəzi multifilmə bənzər filmlər nümayiş etdirməklə olmaz. Bu real müharibədirsə, İran öz ərazisində özünü müdafiə edəcək, özünü qoruyacaq potensiala sahib deyil. Təbii ki, Əhməd müəllim, bu İsrailin İrana hücumu nəticəsində Azərbaycan tərəfi də narahatdır və bununla bağlı Azərbaycan Xaricilər Nazirliyi də yenə də biraz öncə bəyanat edib. Mən onu bir daha xatırladıram ki, İsrailin İrana hava hücumu nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması ilə bağlı hələlik heç bir məlumat yoxdur. Bunu Azərbaycan Xaricilər Nazirliyi mətbuat katibi Ayxan Hacızadə bildirib. Digər bir məsələ isə Qazaxıstan yaxın şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edib. Bununla bağlı Qazaxıstan Xaricilər Nazirliyi bəyanat yayıb və bəyanatda da qeyd olunur ki, Qazaxıstan Xaricilər Nazirliyi yaxın şərq regionunda təhlükəli hərbi eskalasiya ilə bağlı ciddi narahatlığını ifadə edir və münaqişənin BMT nizamnaməsinə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq yalnız siyasi diplomatik yolla tezliklə həll olunmasının tərəfdarıdır. Məlumatda qeyd olunub və bundan başqa elə Xaricilər Nazirliyi tərəfləri təmkinli olmağa çağırıb. Təbii ki, söhbət Qazaxıstan Xaricilər Nazirliyindən gedir. Əhməd müəllim, biz davam edirik və elə biraz öncə də biz BMT-dən danışdıq, BMT-nin çağırışlarına əhəmiyyət verilməməkdən danışdıq. Çünki burada BMT-nin özünün də rolu var. Çünki biz ən azından buna şahidlik eləmişik ki, çünki BMT o 4 qətnamə var ki, onların heç birini özü icra eləmədi və buna görə də bugün iki dövlət arasında yaranan müharibə ilə bağlı onun çağırışına da əhəmiyyət verilmir. Elə o çağırışdan dərhal sonra da elə gərginlik davam etdi. Elə bu barədə də istərdim danışaq. Təbii ki, digər ölkələr də narahatdılar artıq. Biz görürük ki, digər Türk dövlətləri də narahatdılar bu gərginliklə bağlı və bunun biraz öncə biz danışdıq sizlə, yəni geniş miqyaslı bu hərbi əməliyyatlar davam eləyə bilərmi? Versiyalar var ki, bəli, 14 gün ola bilər, bəziləri deyir bu yaxın bir saat ərzində bu əməliyyatlar, hərbi əməliyyatlar dayandırılacaq. Amma sizcə İranın da biraz öncə biz mövqeyindən danışdıq ki, İran da çox iddialıdır bu məsələdə və cavab zərbələrinin daha ağır olacağını bildirir. Sizcə nə ola bilər bu? Hər şey burada İranın atacağı adımlardan asılıdır. Çünki İsrail bugün artıq öz vətəndaşlarına xəbərdarlıq eləyib və sığınacaqlara, yeraltı bunkerlərə toplaşmaqla bağlı xəbərdarlıq eləyib. Hətta ölkə üzrə İsraildə səfərbərlik elan edilib. Bütün gənclər yenidən orduya çağırılır. Çünki bütün gözlər İrandadır. İsrail, belə deyək, öz istəyinə nail oldu. Əsas İrana mesaj verildi. Əsas şəxslər, fiqurlar qətlə yetirildi. Əsas nüvə obyektləri təsbit edilir. Artıq zərərsizləşdirildi. Bundan sonra İranın atacağı addımlar bu müharibənin genişlənəcəyi və Amma yeri gəlmişkən Əhməd müəllim, çox üzr istəyirəm. ABŞ İsrailin zərbələrini İranın mümkün cavabı fonunda yaxın şərqə hərbi qüvvə göndərir. Belə bir xəbər yayılıb, TASS agentliyi bunu yayıb. Amma İsrailin hücumu ərəfəsində buna sanki bir ABŞ-nin, bilmirəm, susqunluğu mu deyim, çünki Trump'ın açıqlamalarını siz də izlədiniz, sanki bir-birinə üst-üstə düşmürdü bu açıqlamalar. Hətta o deyirdi ki, mən bundan xəbərdar idim və əgər İranın mümkün cavabı fonunda yaxın şərqə hərbi qüvvə göndərirsə, bu deməkdir ki, Amerika Birləşmiş Ştatları kimin tərəfindədir?
Təbii ki, Amerika Birləşmiş Ştatları İsrailin tərəfindədir və bu hücum əməliyyatlarından öncə də bundan məlumatlı olub, kəşfiyyat və logistika dəstəyi verib. ABŞ ümumiyyətlə dünyada baş verən bütün münaqişələrdə öncədən öz vətəndaşlarına səfirliklər vasitəsilə xəbərdarlıq edirsə, İsrailin bu hücum planı barədə xəbərsiz olması mümkün deyil. Sadəcə Donald Trump'ın tərəfsiz açıqlamalar verməsi, həm də sanki İranla danışıqlarda əl yeri qoymasıdır. Yəni İranla danışıqlarda heç olmasa nüvə razılaşması ilə bağlı ABŞ-ın İranla danışıqlarında bir şans buraxır ki, yəni ABŞ hələ də açıq şəkildə bu münaqişədə İsrailin tərəfində deyil, amma İran danışıqlarda razılığa gəlsə, bu uranın zənginləşdirilməsindən imtina etsə ki, 2 gündən sonra Omanda baş tutacaq görüşdə bu müharibəyə dayandırıla bilər, İrana qarşı bu hücumlar dayandırıla bilər. Amma pərdə arxasında təbii ki, ABŞ İsrailin yanındadır, həm hərbi, həm siyasi, diplomatik bütün sahələrdə. Sizcə bu gərginliyi bir qədər də artırmayacaq? Təbii ki, artırır və təhlükə artıq o həddə gəlib çatıb ki, ABŞ Dövlət Departamentinin rəhbəri çağırış eləyib İran tərəfinə ki, ABŞ-ın hərbi bazalarına və ABŞ vətəndaşlarına hücumlar edilməsin. Çünki gözlənilən odur ki, İran birbaşa ABŞ ərazisinə hücum etmək potensialına sahib deyil və İsrailə də atdığı raketlər gedib ünvanına çatmır, amma Fars körfəzi bölgəsində ABŞ-ın çox yaxın müttəfiqləri var, elə Oman olsun, Küveyt olsun, Katar olsun, Səudiyyə Ərəbistanı ki, orada ABŞ-ın hərbi bazaları var və həmin ölkələrə və həmin ölkələrdəki ABŞ hərbi bazalarına hücum edə bilər İran ki, bu ABŞ-ı ciddi şəkildə narahat edir ki, bu müharibənin miqyası genişlənə bilər və digər tərəfdən ABŞ-ın bir qorxusu da ümumən müsəlman ölkəsinin bu müharibədə İranın tərəfində olması ehtimalı var. Çünki Səudiyyə Ərəbistandan və Omandan artıq sərt bəyanatlar gəlməkdədir. İsrailin bu hücumu qətiyyətlə pislənilir. Artıq Pakistanda, İslamabad, Karachi və Lahor şəhərlərində, digər şəhərlərdə Pakistanlılar kütləvi şəkildə etiraza qalxıblar və İsrailin İrana hücumunu qətiyyətlə pisləyirlər və bu hücumlar bundan sonra davam eləsə, xüsusən də mülki infrastruktura, mülki dinc əhaliyə qarşı yönəlsə və İranda dinc əhali arasında itkilərin sayı çoxalsa, bu bütün dünyada, xüsusən də müsəlman dünyasında geniş səs-küyə, rezonansa səbəb olacaq ki, bu İsrailə qarşı, dolayısıyla ABŞ-a qarşı müsəlman dünyasının ayaqlanmasına gətirib çıxara bilər. Bu, eyni zamanda yaxın şərqdə özünü büruzə verə bilər. Fars körfəzindəki vəziyyət və digər müsəlman coğrafiyasında öz təsirini göstərə bilər və İran bugün həm də yaxın şərqdəki öz proksi qüvvələri vasitəsilə İsrailə və ABŞ-ın hərbi bazalarına hücumlar hazırlayır. Bu baxımdan ABŞ yaxın şərqə yeni hərbi qüvvələr göndərməklə həm İsraili, həm də özünün hərbi bazalarını qorumaq niyyəti daşıyır. Dediyim kimi, yaxın saatlarda İranın atacağı addımlar bu müharibənin daha uzun müddətə geniş şəkildə davam edəcək, yoxsa bir neçə gündən sonra yenidən öncəki analoji hadisələrdə yaşananların təkrarlandığı kimi bir neçə gündən sonra yenə unudulacaqmı? Amma inanmıram unudulsun, çünki bu hadisə İran üçün böyük bir sarsıntıdır, böyük bir itkidir. Baş qərargah rəisinin öldürülməsi, Sepahın komandanının öldürülməsi bir ölkə üçün çox böyük bir itkidir. Bunun cavabı adekvat olmalıdır. Və bir məsələ də var, yaxın şərqin Qəzzanın taleyi necə olacaq? Qəzzanın taleyi artıq həll olunur. Yəni artıq İsrail Fələstinin Qəzza bölgəsində demək olar ki, Həması iradəsini sındırmaq üzrədir və təkcə Qəzza bölgəsində deyil, Rafah şəhərində və digər ərazilərdə hərbi əməliyyatlar demək olar ki, gündəlik şəraitdə davam eləyir. Artıq adi hala çevrilib. Dünya ictimaiyyətindən, beynəlxalq təşkilatlardan kifayət qədər ciddi reaksiyalar gəlmir. Artıq dünya ictimaiyyəti, dünya ölkələri də alışıblar ki, İsrail ordusu hər gün Qəzza zolağında hansısa hərbi əməliyyat keçirməlidir, dinc əhali belə deyək orada hədəf almalıdır və ABŞ prezidenti Donald Trump'ın da bir müddət öncə dediyi kimi Qəzza zolağının boşaldılması və Fələstinlərin qonşu ölkələrə köçürülməsi layihəsi hələ ki masa üzərindədir. Ərəb ölkələri, müsəlman dünyası buna ciddi şəkildə etiraz edir və bir neçə münaqişənin
bir neçə müharibənin eyni anda paralel şəkildə davam etməsi, Ukrayna-Rusiya müharibəsi, bəli. yaxın şərqdə müharibə və bu gün də İsrail-İran qarşıdurması artıq dünya ölkələrinin, dünya ictimaiyyətinin də artıq bu müharibələrdən yorulduğunu və görünən odur ki, sülhə, barışa, dialoqa yönəlmiş heç bir real addımlar atılmır. Hər iki tərəf, bütün münaqişə tərəfləri ciddi şəkildə maksimalist şərtlərini irəli sürürlər. Biz bunu Ukrayna-Rusiya müharibəsində də görürük. Heç bir tərəf kompromisə getməklə bağlı real addım atmır. Yaxın şərqdə münaqişə günü-gündən dərinləşir, humanitar fəlakət günü-gündən dərinləşir. Yüz minlərlə insan humanitar yardıma, adi qida, suya ehtiyac duyur və bugün də Tehranda, Təbrizdə yaşananlar təbii ki, dünya üçün, bəşəriyyət üçün ciddi bir siqnaldır və növbəti müharibəni nəinki dünya ölkələri, ümumiyyətlə heç bir ölkə bunu dözə bilməyəcək. Yəni bu münaqişələrin genişlənməsi təkcə həmin ölkələrin özləri üçün deyil, bütün bölgə üçün, dünya üçün yeni bir fəlakətdir, humanitar fəlakət. Və təbii ki, bu həm də biz deyə bilərikmi ki, biz 3-cü Dünya Savaşının astanasındayıq? Əslində 3-cü Dünya müharibəsi illərdir səssiz şəkildə davam edir. Bizim hazırda bir bağlantımız var. Bəli. Əməkdaşımız Elvin Paşazadə bizimlə birbaşa bağlantıdadır. Elvin, səni eşidirik. Buyur, ən son məlumatları səndən alaq. Hər vaxtınız xeyir olsun. Biz hazırda Azərbaycan-İran dövlət sərhədindəyik və artıq bir neçə saatdır ki, İsrail-İran qarşıdurması davam edir. İsrail hərbi hava qüvvələri İran ərazilərinə zərbələr endirir. İsrailin hədəfləri arasında nüvə obyektləri, hərbi rəhbərlik, strateji obyektlər var. Tehranda, Təbrizdə və İranın bir neçə şəhərlərində artıq partlayış səsləri eşidilir. İsrailin Müdafiə Naziri İsrail Katz ölkə daxilində hərbi vəziyyət elan edib. Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv olunub və o cümlədən mühüm sənaye müəssisələri istisna olmaqla bir sıra sənayələrin işi dayandırılıb və kütləvi toplantılar qadağan edilib. Son hadisələr fonunda İsrail dünyadakı bütün səfirliklərini bağlayır. İsrailin İranın ərazisinə endirdiyi hava hücumları nəticəsində Sepahın bir neçə komandanı, digər hərbi rəhbərliklər və nüvə alimləri öldürülüb. Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır. Bəli, İran tərəfi də ölkə ərazisində olan bu zərbələri təsdiqləyir. Təbii ki, İsrailin İrana qarşı həyata keçirdiyi bu hərbi əməliyyatlar Azərbaycanı da narahat etməyə bilməzdi. Çünki baş verən münaqişə qonşu ölkədə yerləşir və biz də hazırda bu münaqişələr fonunda Azərbaycan-İran dövlət sərhədindəyik və burada hazırda nəyi müşahidə edirik? İranla sərhəddə vəziyyət sakitlikdir və heç bir problem yoxdur. Qeyd eləyək ki, İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici segmentində güya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd olunub ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu dırnaqarası tip xəbərlər saxtadır və qətiyyən reallığı əks etdirmir və biz də bunu həqiqətən də müşahidə edirik. Bilasuvarda Azərbaycan-İran dövlət sərhədindəyik və hazırda kadrlarda da görürsünüz ki, burada heç bir problem yoxdur. Sərhəddə vəziyyət sakitlikdir və sabitlik hökm sürür. Namidə bizdən bu qədər, söz sizdədir. Təşəkkür edirəm Elvin. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Elvin Paşazadə idi. O İran-Azərbaycan sərhədindən ən son məlumatları bizə çatdırdı və son bir məlumatı da biraz öncə oxuduğum məlumatı bir daha xatırladıram ki, baş verən son hadisələrlə əlaqədar həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında da heç bir problem yaranmayacaq. Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və Həcc elektron sistem rəhbəri
rəhbəri Vüsal Cahangiri bildirib və o qeyd edib ki, Azaldan məlumat veriblər ki, zəvvarların qayıdışı ilə bağlı heç bir problem olmayacaq. Mövcud durum davam etsə, təyyarələrin marşrutları dəyişdiriləcək və təhlükəsiz hava dəhlizi ilə uçuşlar həyata keçiriləcək. Cahangiri həmçinin onu da qeyd edib ki, zəvvarlar müqavilədən kənara çıxıb müstəqil formada qayıdarlarsa, problem yarandığı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi məsuliyyət daşımır. Təbii ki, bizim efirimiz davam edir. Biz isə hazırda burada efirimizi yekunlaşdırırıq. Bir daha xatırladım ki, qonağım Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov idi. Biz Əhməd müəllimlə İsrailin İrana hücumları barədə danışırdıq.